Hə. Getdik qonşunun maşınına baxmağa. Əmi, maşınınıza baxıram. Verin mənə. Bismillah. Dərdin deyim nə tər olub, yoxsa? Deyin. Buyurun. Hə, buyurun. Mən 40 minə yaxın gedir də, Svetsanı dəyişdim. Siz Svetsiyaya baxın. Aha, baxaq. Hızdan gələdim, bir-iki dənə şey vardı, dalının nədir o, bəzi şeylər dəyişməlidir, usta demişdi, ola dəyişməlidir. Ola zakaz eləyən dedim Svetsiyada. Dedi ki, var belə 15 manada, Helper. var 30 manada, orijinal 30 manat dedi, deyəsən dedi. Dedim o helper nətərdir? Dedi yaxşıdır. Dedim göndər. Hamısıyla bir yerdə göndərdim. Apardım dəyişəndə gördüm Svetsiyada oturan yeri yoxdur. Ora yağ var. Yəni Svetsiya satmırdı o hissədə. Nəsə dayıoğlu Svetsiyalar dəyişdi, yağı təmizlədi. Getdim kətdə. Çatanda gördüm ki şey göstərdi. İndi görərsən də motora bax, nə bilim nəyə bax. Pozulmur. Akkumulyatordan ayırdım, gördüm xeyri yox. Qaydan başa sadəcə olaraq o sanikləri dəyişdim orada. Həmin o Svetsiyaya gedən yerdəki yağ buraxan yerə. O dəyişdim. Gəldim, dünənləri evə gələndə hiss edirəm ki, maşın çəkmir. Gəldim ceyran keçməyə keçəndə nə qədər istəyirəm qaz basım, görüm yox, yavaş-yavaş. Söndürdüm, sağladım bir 2-3 dəfə. Asım kapotu baxdım, gördüm, hər şey normaldır. Örtdüm, sürdüm. Ondan sonra da düzəlmədi. Yo, sürdüm də mənim başlı. Hə, başa düşdüm. Yəni o ölməyi 1-2 dəqiqədən sonra keçdi. Söndürdünüz, yandırdınız. Amma o motora bax, nə bilim nə, hiss edirəm ki, bu mənə yolda qoyarlar da, kəndə qalxanda. Okey. Bu Svetsiyalarda baxıram normaldır. İşıq yanır. Дверь открыта, проверьте двигатель. Окей. Диагностика alətini qoşaq baxaq. Birinci mühərrikxanaya vizual baxış keçirdək. Yəni demişdim də, kəndə bir dəfə qalxanda qaynatdır. Hə, bir dəfə qaynadım. Şey qırılmış. Hə. Pərlər. O ustanın deməyindən şey var. Qalxana işini fikir edir. Başa düşdüm. Dünən bu çıxır. Təmizləyib yağını da sanik dəyişir, bu da sanik. Qoyub. Tamam. Ora kimi elə motorunu göstərmək şey, baxmaq lazımdır. O pozulmur. Yəni aydındır. Ümumiyyətlə bu mühərriklərə alışdırma şamını mütləq orijinal qoymaq lazımdır. Mütləq. Mütləq orijinal qoymaq lazımdır. Mən bu ilə bir dəfə müharibə aparmışam. Uzundərə bir söhbət olub. Axırda gəlib elə gəlib axırda elə şeydən çıxdı, alışdırma şamından çıxdı. Amma yenə də biz birinci bir diaqnostikadan başlayaq, ondan sonra baxaq. Ondan qabaq qoydular. Mən də baxdım 40 minə yaxın. O alışdırma şamlarından biri yaxşı. Bizim qonşuların eşyalıydı. Harada sağlatın götürürlər. O mən sizə deyim, alışdırma şamlarının effektivliyi mütləq vacib məsələdir. İndi baxarıq, baxacağıq. Yəni birinci diaqnostik eləyə baxa görə ümumiyyətlə mühərrik özü nədən şikayət eləyir. Ondan sonra bütün səbəblərinə baxacağıq. Getdik. Birinci bir diaqnostik eləyə baxaq görə. Krasorlar dəyişməsidir bunda. Çünki yağ yiyir. Nə qədər yiyir? 1 litr. Yox da onda minə 1 litr yiyirsə
artıq bu mühərrikçiyə yetməlidir. 1000-1 litr həddindən artıq çoxdur. Həddindən artıq çoxdur ya. Burada artıq başqa heç bir manipulyasiya kömək edə bilməz. Birinci elektronik nasazlığına baxaq. Əslində birinci mexaniklərə getməlidir, sonra mən baxmalıyam, amma daha indi nə dedi? O yanındakı ustalığı, şilifokları mədələr ayında yandırdı, getdim o şilifokları. Baxıram, normal basıdır da. Hə. Bir 1000 manat fərqi olur. İsmayıllıda 1000 manat əgər xərclə yekunlaşacaqsa çox gözəldir. Yaxşıdır. Çox gözəldir. Bilmirəm, öz əl haqqın orası almayı. Ya, əl haqqın. Əl haqqın elə Hava işdir. 250 manat alır. Aysa 800-ə gəlir. Toyota'nın çek yandırması bu axırıncı məsələdir də artıq ki, yəni Toyota bezdi və çek yandırdı. Şimdi nə qədər adama deyirlər ki, baxma. Tez istilənir. Pərlər əvvəlkindən tez çəkir. Aydın. Система исполнительного механизма коромысла. А проблем с качеством работы и заведения в выключенном положении. Ого. Kontrol modem koромысла. Koромысла mühərrikin içindədir axı. Maraqlıdır. Onda yəqin 99% koромысla dediyimiz bir belə deyək də ehtiyat hissəsi var. Mühərrikin içində yerləşir. El arasında rocker deyirlər. Elə bir tərəfi klapanın təpəsindən basır, bir tərəfdə raspirdivala bağlı olur. Onun ilişkənliyindən şikayət edir avtomobil. Yəni mən birinci dəfədir belə şey görürəm ki, mexaniki hissənin elektron nasazlığını yaxalasın. Amma hesab eləyirəm ki, bu nəsə tərcümədə başqa bir şey çıxartır. Tərcümədə səhv eləyir. Bu ancaq OBD hissəsində idi. Nümərik hissəsində неисправность valvomatik. Tamam. Нерешенный блок управления переключением передач А. Потеряна связь. Коробка. Неисправное значение обучения привода valvomatik. Bəlkə bu geydirmə sveçalar bunların hamısına pamex verir. Belə aləm. Bir də söküb yığmısınız. İndi baxacağam. Amma Toyota'da söküb yığma məsələsi bir balaca ikinci dərəcəli məsələdir. Значение обучения датчика ускорения. Привод коромысла. Блок управления переключения передач А. Потеряна связи. Неисправность значения обучения привода valvomatik. Yox, təkrar gedir yəqin ki. Так, антиблокировочная тормозная система. Неисправность системы управления двигателем, электроприводом, разрыв и замыкание цепи levого заднего датчика скорости. Sol arxa təkər sensorundan da şikayət edir ABS. Снижение производительности тормозной функции. Полный привод. Неисправность регулирования. Неисправность терморегулирования. Отмена регулирования колесами. Окей. Gəlin belə eləyək. Biz bunu silək. Baxaq görə yerdə nə qalır. O istiqamətdə işləyək. Valvomatik.
Deməli, amma burada məsələ sveçalarla deyil də. Burada məsələ sveçalarla deyil. Burada bizdə valvomatik idarə edən hissə var. İstiqamət götürəcəyi ora. İstəyirsən tam bağlayıb yoxlamaq lazım. Niyə? Ehtiyac yoxdur. Onluq deyil. O başladı, o başladı. Hə. Valvomatiki hərəkətə gətizdirən mexanizm. Və bu mexanizmdir. Qapağı açanda inşallah buna bir ziyan verməzdir. Hay, konhay verir. Deməli, gördüyünüz kimi valvatronikin sxemi yerləşdirmişəm. Mühərrikin idarəetmə blokundan 3 naqil, qoruyucudan isə 1 naqil gəlir. Həmin naqilləri yoxlayıram. O 3 naqildən ikisi Kanhay Kanlo, digər biri isə idarəetmə naqili, yəni massadır. Plusu isə gördüyünüz kimi yenə də deyirəm, qoruyucudan götürür qara kabel vasitəsilə. Kanhay Kanlonun orada olması bizə belə bir məlumat verir ki, mühərrikin idarəetmə bloku həmin mexanizmin işini müntəzəm monitorinq eləyir və onu şəxsən belə deyək də kontroldə saxlayır. Kanhay. Yok Kanlo. Bax, görsən mi? Bax, 0,92 volt, görsən? Bax, əlimi çəkdim. Düzəldi, 1 volt oldu. 1,9. Bax, 0,92. Orada nəsə idarə etməsində problem vardı.
tap. Kan low. Kan high. 3 voltdur. Heç bir variantda dəyişmir də 2.90 neçə ələminə. Amma bu kan itdiyi var. Harasındaydı bu? Belə olur da, bax, tərpədirəm, pis. Ana xətlə problemimiz yoxdur. Masa ilə idarə olunur, yəni. Deyəm, baxaq. Əgər itdisə kod, ora gedib girməyə dəyər də. İndi vozlu xəmərin aşıbqasını verməlidir, çünki onu mən ayırmışam. Aha. Cəhd eləyək. Rasxodamir, temperatur rasxodamir. Решенный. Rasxodamiri də verir, amma P1049'u da verir. Текущий нерешенный. Not defined. Defined. Qəribə. Elə o mexanizmə doğru istiqamət verir. Yox. Naqillə bağlı problemimiz yoxdur. Naqillə bağlı problemimiz yoxdur. Problem valvatronikdədir. Şeyin özündə. Mexanizmin özündədir. Sökün baxım görüm nə baş verir içində.
O şeylər aldığımı deyim qardaşım. Sveçaları. Bilmirəm, yox, mən hələ ki o söhbətdə deyiləm, mən. Hələ mən maşının nasazlığını istiqamət götürmüşəm, o istiqamətdə gedirəm. Sveça məsələsi deyil bu. Mən necə deyə bilərəm ki, xalqa götür sveçalar? Yox, onun dəxli yoxdur, üst-üstə düşüb nasazlıq. Sveçanı dəyişəndən sonra yox, amma qapağı söküb yığandan sonra ola bilər. Çünki bu mexanizmdədir problem. Qapağı sökməmişdən göstərdi ki, motora bax, yandım. Mən ustaya gedəndən kimi, burada sveçanı dəyişdim ha. Ondan bir gün sonra kəndə gedəndə göstərir yolda ki, motora bax. Ona görə də hal-hazırda əlavə asxod eləməməkdən ötürü biz nə edəcəyik? Darşı davam edəcəyik. Bu təzə yaxşıdır, neçə motordur, onlar yaxşıdır. Mən valla Satan yer yaman tərəfdir ki, orijinaldır, təşəkkür. Mən də bu qolukdan sürüb bölgəndən sonra topala çəkmişəm, bu anda topal vardı, Fransa. Böyle şöyle yine hele yağ yemeğe zararlı her şey değişmeye lazım. Peki. Dəqiqə gözləyin. Neçə dəqiqə? Mənim maraqlı olan bir şey var. Bismillah.
qoyuram ki, tapılsın. Bir dəqiqə səbir olun. Lazım deyil. İndi başqa şey yoxlayacaq. Toyota Motors Corporation. Georgia. Yazılır. İnsandan gəlmir. Hə. Amerikan kadda yəqin. Tak, Avropa kadda ya da Amerikan. Bir səbirli olun. Dəqiqə. Текущий угол 200 градусов. Heç nə baş vermir. Xəttə komanda da gəlmir. Dərəcədə. Tak, deməli belə. Komanda veririm erken öğretme bloku, icraat yoktu. Geri dönüşte istəyir axı. Şimdi signal da gəlmir. Bayaq 178 dərəcədəydi. Maşını söndürdüm, xodladım. Bir də
maşını işə salın da zəhmət olmasa. Baxın, görün maşına. Bircə dəqiqə hələ işə salmayın. Bircə dəqiqə hələ işə salmayın. Deyirəm. Hə, indi işə salın. Mən elədim. Bir də içindən Porsche-nin də səsi gəlir. Mühərrikin idarəetmə blokunun işlədiyinə əminəm. Çünki kodu siləndə söndü. Təzədən onu sıfıra çəkib qoymaq istəyir. Bacara bilmir. Heç bir şey baş vermir. Çünki kompüter onu idarə eləmək istəmir. Kontrol tam işləyir. Birbaşa massada verirəm, heç bir şey baş vermir. İndi söndürün, zamokı açıq saxlayın. Açıq saxlayın. Açıqdır. Hər şey. Yox, idarə etmə yoxdur. Valvatronikin özündədir problem. Heç ümumiyyətlə heç nə dəyişmir. 200 dərəcəni alıb dayanıb. İndi nə edəcəm? Ventilator işləmir? Yox, ona baxmamışam ki. Orada deyiləm, bu mühərrikin gücünü axtarıram. İşə salın, zəhmət olmasa.
Ha, dəyişdi. Söndürün. Yaxşı. Yox, söndürün. Naqilləri yoxlayaq. Deməli belə. Gözləyin, bir dənə sxemi tapım, davam eləyək. Deməli əmi, bu naqillərdən, idarə etmə naqillərindən birinin şübhəli olduğunu görmüşdüm. Elə bildim ki, arada bir onda voltaj itir, o kanlo ayağında. Onu da tapdım, buradadır. Beynin bu soketinə gəlir, həmin xət. Onu da yük altında yoxlayıram. Görürəm ki, həmin ayaqda salamatdır. Buradan bir dənə nəticəyə gəlmək, massasını da yoxladım, pulsunu da yoxladım. Burada hər şeyi var. Buradan belə bir nəticəyə gəlmək olar ki, burada xarab olan mexanizm valvatronikin özüdür. Deyibə bu. Bu mexanizm xarabdır. Ona görə bu avtomobilin performansı yoxdur. Yəni gücü yoxdur. Yəni buradakı məsələlərin heç birinin bu söhbətə dəxli yoxdur. Heç birinin. Saxlayım üstündə köhnə sveçaları. Belə ölüxanalardan da tapmaq olar, mənəliyə. Yəni siz onu ancaq işlənmişini ala bilərsiniz də, belə təzəsi çox baha olar. Yəqin od qiymətinə olar. Böyle bir usta kimi yapmıyorsun.